boynu xərçəngi qadın reproduktiv orqanları arasında statistik rəqəmlərə görə ilk sıralardadır. Amma yenə də müraciət edən pasientlərimiz gecikmiş mərhələlərdə müraciət edir. Baxmayaraq ki, bu qədər maarifləndirmə aparılır, bu qədər efirlərdən çağırış olunur, bu qədər kiçik testlərlə, onkoloji testlərin aparılması ilə biz bu xəstəliyin qarşısını ala bilərik deyilir. Amma yenə də gecikmiş mərhələdə müraciət edən pasientlərimiz var. Pasientimizi müayinə elədik. 30 il postmenopauzal dönəmdə olan bir pasientimizdə adət görmür. 5-6 ay bundan öncə uşaqlıq yolundan qanlı ifrazat gəlib. Dedim elə belə bir şeydir, fikir verməyib. Daha sonra bu qanamalar arada sırada olub, yenə də fikir verməyib. Artıq bu ilin 2026-cı ilin fevral ayından şiddətli qanama şikayəti ilə həkimə müraciət edib və müayinə əsnasında uşaqlıq boynunda şiş törəməsi aşkar olunaraq Milli Onkologiya Mərkəzinə göndərilib pasient. Müayinəmizi apardıq. Müayinə zamanı koliposkopik və vizual olaraq uşaqlıq boynunda patoloji törəmə aşkar olunur. Yəni şübhə burada bədxasiyyəli prosesədir. Biopsiya analizimizi icra elədik. Əlavə müayinələr aparılacaq. Bura MRT, qan təhlilləri, ultrason müayinəsi, yəni xəstəni tam yoxladıqdan sonra mərhələndirmə aparılacaq və mərhələyə uyğun müalicə aparılacaq. Düşünürəm ki, yaxşı olacaq hala, amma biraz məsuliyyətsizlik olunubdur, gecikmisiniz. Kaş elə o qanayan vaxtı erkən vaxtlarında gələrdiniz. Bir daha səslənək ki, postmenopauzal dönəmdə olan qanamalar patoloji qanamalardır və dərhal onkoginekoloqlara getməyinizə göstərişdir. Onkoginekoloq kolposkopist Könül Mərdanova studiyamızdadır. Buyurun, müraciətlərinizi Milli Onkologiya Mərkəzi şiş önü xəstəliklərin müayinəsi və diaqnostikası şöbəsinə müraciət edə bilərsiniz. Şiş önü vəziyyəti aşkarlamaq üçün bu gün tibbdə çox böyük yeniliklər, xüsusilə də ginekoloji sahədə var. Məhz ona görə bizim çox sevimli Könül Mərdanovanı hər dəfəsində dəvət edirəm və xanımları və bugünkü gündə bəyləri də dəvət edəcəm ekran qarşısına. Çünki diqqətli olaq, bugün Gardasil 9 dediyimiz peyvəndlərdən danışacaq. Nədir, kimlərə tətbiq olunur, yəni neçə növ virusdan qoruyur bizi və həqiqətən qoruyurmu? Xoş gördük. Xoş gününüz olsun. Hər kəs salamlayıram. Dəvətinizə görə də təşəkkürümü bildirirəm. Çox aktual bir mövzuya toxunuruq bugün. Çünki günümüzdə həqiqətən çox paylaşılan, çox bilinən bir virusdan və ona qarşı artıq geniş yayılmış bir peyvənddən söhbət eləyəcəyik ki, hələ də mən düşünürəm ki, həm insanlarımız arasında, həm çox təəssüf olsun ki, regionlarda, tibb işçiləri arasında bunun haqqında tam bəlkə də məlumat yoxdur deyənə çaşqınlıqlar, suallar, fərqli belə deyək, fikirlər yürüdülür. Bizim dilimizdən eşitsinlər. Ümumiyyətlə, peyvənd aparılır human papilloma virusa qarşı. Hansı virusa qarşı ki, biz onu dəfələrlə danışmışıq, 200-dən çox növü var, amma hamısı onkogen tipləridirmi? Yəni, xərçəng yarada bilən tipləridirmi? Deyil. Onun xərçəng yaradan tipləri var, yüksək riskli tipləri deyirik. Genotipləri, hansı ki 16, 18, 31, 33, 45, 48, 58, 61, yəni belə sağdan... 61 də var hətta. 58-ə qədər bilirdim. Əslində qalanda yüksək, orta və aşağı deyə ayırırıq, amma yüksək riskli tipləri bizim üçün daha təhlükəli sayılır. Hər bir halda yoluxdu mu xərçəng yaratmır, hər bir tipi xərçəng yaratmır. Bir də bir düşüncə var ki, bu virusla yoluxmuşamsa uşaqlıq boynu xərçəngi olacaq. Onu da qeyd edim ki, o da doğru deyil. Bu virusların ümumiyyətlə yalnız uşaqlıq boyunda xərçəng yaradacaq deyə bir düşüncə yoxdur. Uşaqlıq yolluq xərçəngində yarada bilər, xarici cinsiyyət orqanları, anal kanal xərçəngini, kişilərdə penis xərçəngini və burun, udulaq, qırtlaq, boğaz belə deyək də xərçəngini yarada bilər. Baxın, bu qədər orqanlarda düzdür, faizlər fərqlidir. Məsələn, uşaqlıq boyunun xərçəngini təsdiqləyim ki, 95-96% hallarda bu virusdan sorumludur. Amma biz xarici cinsiyyət orqanlarından danışanda bu faizi bir qədər aşağı deyəcəyik, 65% məsələn deyəcəyik. Amma totalda baxsaq, bu qədər xərçəng növlərini yaradırsa, çox güclü bir virusdur və tibbdə buna qarşı peyvəndlənmə var. Əsas bugünkü mövzumuz peyvənd olduğu üçün sadəcə mən giriş üçün dedim ki, bilinsin ki, belə bir virusdur və bu virus yoluxdu mu 100% xərçəng yaratmayacaq. Bəzən 2 il ərzində bədən immun sistemi tərəfindən kənara atılır. Virus Əgər
Virus bədən atır. Əgər kofaktorlar yoxdursa, yəni bu virusun qalıb, persistensiya edib, xəstəlik törətməsini yaradan bir şərait bədəndə yoxdursa, bədən onu zaten çıxardır. Və hər bir halda yəni xərçəng törətmir. Və müxtəlif orqanlarda yarada bilir. Yalnız uşaqlıq boynu xərçəngi, yalnız uşaqlıq boyundan çox danışırıq da, insanlar elə dərk edir ki, yalnız onu yaradır. Xeyr, elə bilirlər ki, yalnız qadınlar peyvəndlənməlidir. Yox. Peyvənd adı üzərində orqanizmdə bu xəstəlikdən qorunmaq üçün profilaktik bir üsuldur. Terapevtik peyvəndlər hələ belə deyək, istifadəyə buraxılmıyor. Düz onun üzərində işlənilir, amma hələ ki yoxdur. 2030-cu ilə qədər düşünürük ki, o da olacaq. Amma hal-hazırda əlimizdəki olan peyvəndlər profilaktik məqsədlərdir, yəni qoruyucu və doğru düzgün aparılmalıdır. Bir çox Avropa ölkələrində baxsaq, artıq gecikmiş mərhələ uşaqlı boynu xərçəngi sayı demək olar ki, yox səviyyəsindədir. Bunu hansısa mərhələdə etmək lazımdır, yoxsa yoluxmadan? Yoluxmadan eləmək lazımdır. Yəni peyvəndi də oxusaq, özümüz də internetdə araşdırsaq və mənim də dilimdən eşitsək, qaydası qanunu 9-14 yaş arası qız və oğlan evladlarına olunmalıdır. 2 doz şəklində olunmalıdır. Onlara da toxunarıq, çünki orada da çox suallar gəlir. Və yaxud da ki, 9-14 yaşdırsa, qız və oğlanlara 2 doz. Öncə 2 doz. Ümumiyyətlə 15 yaşa qədər 2 doz, 15 yaşdan sonra bir gündə belə almışsa da, yaş olaraq 16-ın içində bir gündə keçibsə 3 doz şəklində aparılacaq. Bəli. Daha sonra dediyimiz, catch-up dediyimiz bir dönəm var. Yəni 26 yaşa qədər olan bir qrup götürülür. Hansı ki, o yaşda da bu peyvəndlərin effekti daha yaxşı olur. Məsələn, Amerika protokolları hamısı deyir ki, 45 yaşa qədər, yəni vura bilərsiniz. 45 yaşdan sonra vurulma, belə deyək də, bir əhəmiyyəti yoxdur. Niyə görə onu da qeyd edim? Ümumiyyətlə, bu virusla yoluxmanın orqanizmdə 2 dəfə pik səviyyəsinə qalxır. Bir, haradasa 25 yaşa qədər olan dönəmdə olan xanımlarımız, çünki ilk cinsi həyata başlayır və o dönəmdə yoluxma sayı çox olur və müayinələr aparanda daha çox pasiyentdə bunu aşkar edirik. Daha sonra müalicələr fonunda və yaxud da bayaq qeyd elədiyim kimi bədən öz immun sistemi tərəfindən xaric edirsə, bir latent dönəm başlayır. Daha sonraki dönəm isə 40-45 yaş arasında ikinci pikini göstərir HPV bir qadın populyasiyasında baxsaq yaş olaraq. Onu da nə ilə əlaqələndirirlər? Yeni yoluxmaların olması, həmin dönəmdə olan xanımların immun sisteminin fərqli olması, adət premenopauzal dönəmə girdikləri haqqında, yəni yaş dönəmi olduğu üçün, orqanizmdə dəyişikliklər baş verdiyi üçün təzədən latent formadan aktiv formaya və yaxud da qeyd elədiyim kimi yeni yoluxmalar ola bilər. Və qeyd olunur ki, ümumiyyətlə bir yoluxma orta belə deyək cinsi həyatı nəzərə alsaq 45 yaşa qədər əgər bu patologiya yarada biləcəkdirsə də yarada bilər. Yəni ona görə Amerika protokolları 45-dən yuxarı vurmayın. Amma mən düşünürəm ki, bu zamanla olacaq. Artıq Avropa belə deyək kanser araşdırma mərkəzləri bu virusa qarşı peyvəndi yaş limiti qoymadan edin deyir. Hətta 45-50 yaşında da pozitiv olan insanlara yəni baxmayaraq ki 18 yaşı olan bir peyvənddən söhbət gedir. Baxmayaraq ki dünya üzərində çox böyük araşdırmalar və dataları olan bir peyvənddən söhbət gedir. Profilaktikaya qalsa biz onu xəstəlik törətmədən öncə, yəni yoluxmadan öncə vurmalıyıq. Amma görürsünüz ki 45 yaşa qədər biz bu peyvəndləri istifadə edirik. Bu peyvəndlərin profilaktikadan başqa az da olsa terapevtik rolu var. Virusun xəstəlik törətmə dərəcəsini, yəni titrini aşağı salır. Yəni ona görə bu virusları pozitiv olduğu halda da hətta bugünkü gündə həm bizim ölkəmizdə bütün dünyada istifadə edirik. Bəs niyə o zaman bəzən deyirik ki, bu virusu müalicə etmir? Bu sadəcə sualları gözləyirdim, bəli. Biz həmişə HPV-dən danışanda peyvəndlənmə önəmlidir deyirik. Yəni, terapevtik olacaq İlhami xanım. Praktikanız olduğuna görə mənə maraqlıdır. Və mən nə qədər ki, artıq mən istədiyim ki, uzun müddətdir biz bu peyvəndləri istifadə edirik Milli Onkologiya Mərkəzindən və son 2-3 il ərzində hədsiz çox istifadə edirəm. Və öz pasiyentlərim üzərindən topladığım bir məlumata görə əmin olun ki, elədiyimiz bir tipi, 2 tipi pozitiv olanlarda demək olar ki, çoxunda yox olub.
və çox tipi pozitiv olanlarda xeyli tipinin azaldığını, hətta 5 tipi bəzən pozitiv olan durumlar olur. Və yaxud da ki, biz onu yoxlayanda titrə görə 1, 2, 3 müsbət kimi yoxlayırıq. Titrlərinin azaldığını görürük. Bir HPV xəstəsinə yalnız peyvənd vuracam düşüncəsindən yanaşmamaq lazımdır. HPV-nin yüksək riskli tipi pozitiv oldusa, bir mənalı kolposkopiya müayinəsinə 16-18 pozitivdirsə getməliyik. HPV pozitiv oldusa, simir testlərimizə baxırıq, kolposkopiya müayinəmizə baxırıq. Əgər mənim orada bir patoloji sahəm varsa, onu həll eləmədən elə yalnız peyvənd eləyim və xəstəni də arxain eləyim ki, səndə heç bir şey olmayacaq. Bu doğru deyil. Yəni, skrininq öz yerində, hətta bunu indi sonda deyərdim, amma qoy elə yerində deyim. Peyvənd olunmuş insanlarda, doğru düzgün olunmuş olsalar da belə, ilk cinsi əlaqədən öncə olunmuş olsalar da belə, skrininq testlərinə artıq mən getməyəcəm, 100%lik mən qorunmuşam. O düşüncə olmamalıdır. Yəni, skrininq metodları 5 ildən bir HPV testlərinizi, 3 ildən bir simir testlərinizi eləməliyik. HPV pasiyenti gəldi, kolposkopiyamızı elədik, bir lezyon varsa onu mütləq yaş limitinə görə müalicələrimizi eləməliyik. Yalnız HPV pozitiv olduğu halda peyvəndə mi gedək? Yox. Baxın, biz bunu keçən efirlərdə toxunmuşuq. HPV pozitiv olan durumlarda kofaktorlara baxmaq lazımdır. Ümumiyyətlə xəstədən anamnez toplamaq lazımdır. Bugün bir pasiyentə baxıram, yəni pasiyent gəlib küretaj olunub, nə qədər müalicələr aparılıb, qanama dayanmır. Deyirik, müayinələri xəstəxanada da gəlmişik, deyir, yoxlayın. Və mən izah edirəm ki, sonra da hələ xanımlarımız çox təəssüf olsun ki, inciyirlər. Elə bir durum yoxdur. Siz bu zamana qədər apardığınız, mən kiməsə diaqnozuna baxıb, diaqnoz qoyacaq bir insan deyiləm və o ixtisasın da sahibi deyiləm. Artıq o dönəmdə də deyiləm. Və analizləri öncədən bizim sizdən istəməyimiz, öncəki HPV sonuçlarınızı görməyimiz lazım. Öncəki nə müalicələr eləməlisinizsə, yanaşı infeksiyalar verilibmi? Xəstə ilə yəni demək istədiyim odur ki, anamnestik məlumatlar çox önəmlidir. Yoxu rejimi soruşulmalıdır. Vitamin D-ni yoxlatdıran varmı HPV-də? İnandırım sizi, mənə müraciət edən xəstələrin 90%-ində soruşsan D vitamininin yoxlanılıbmı? Yoxlanılmayıb və defisit var. TSH yoxlanılıbmı? TGTP yoxlanılıbmı? Necə əlaqələndirirsiniz bunu? Çünki bədən immun sistemini idarə eləyən hormonlarımız var. Vitamin D immun, belə deyim, sistemin əsas sütunudur və TSH, TGTP qalxanvari vəzi bizim orqanizmamızın dirijorudur, ginekologiyanın dirijorudur. Yəni, sənin immun sistemin yerində deyilsə, bir insulin dirənciliyi olan bir xəstəsənsə, immun sistem zaten çökündür də, yəni onları bərpa eləmək lazımdır. Mən peyvəndi eləyim, yanaşı faktorlara baxmayım. Nə dərəcə siqaret istifadəsi var, alkoqol istifadəsi var, aktiv və pasiv siqaret istifadəsindən cinsi gigiyenanı pasiyentə doğru izah eləmək lazımdır. Baxın, bir virusdan söhbət gedir. Hansı virus ki, elə dayandığı yerdə insana keçmir. Soruşulan suallardan biri, qanla keçirmi? Keçmir. Hamiləlik olarmı? Hamiləlik olar. Dölə keçirmi? Keçmir. Qan bariyerini və plasentar bariyeri keçməyən bir virusdan gedir. Öncələr, bəli, sizə deyirəm 15 il öncə, bəlkə də məlumatsızlığın ucubatından təbii doğuşa getməyin, keçir deyən, qandan get HPV testlərini yoxlat deyən, yəni yoxlatmaq istəyən insanlarımız var idi. Artıq biz bunu tam əminliklə deyirik ki, bu virus plasentar bariyeri və qan bariyerini keçmir. Doğuş zamanı yoluxa bilərmi? Belə bir datalar var ki, az ehtimal gözün konjunktivasına, yəni bayaq dediyimiz kimi qırtlağa və təsdiqlənən HPV-yə bağlı bir patologiyalar olur, papilomatozlar olur. Amma ki, çox az rast gəlinən bir situasiyada, ona görə hətta bugünkü gündə təbii doğuşa belə icazə verirlər. Yəni, pasiyentdən kofaktorları soruşmadan, cinsi həyatın gigiyenasını izah eləmədən ki, siz müəyyən bir müddət qoruyucularla qorunmalısınız. Səthi qatlarda o xəstəliyi törətmir. Bazal qat hansı ki, uşaqlıq boynunu, uşaqlıq yolunu örtən və mitotik aktiv olan bir təbəqədir. Və o virus DNK virusu keçir, oturur həmin hüceyrənin DNK-sında və bölünür, özünün proteinlərini ifraz edir və bu virusu parçalayır. Və biz bu peyvəndi yer edirik, tərkibində DNK-sı olmayan, amma səthi bu virusa oxşayan, belə deyə bir ilaç yer edirik və belə deyək də, orqanizmdə o virusa yeni yoluxmaların qarşısını almaq üçün, yeni tiplərin qarşısını almaq üçün bir əskərlər, bir immunitet yer edirik. Tam yoxlanıb və əlavə analizlər də verilib. O faktorları da aradan qaldırıb sonra peyvəndlənməlidir.
Hətta. Bəli. O qədər incəlikləri var. Bəli. Onda belə çıxır ki, doktor, bunun qorunmasını bir faizlə götürsək, nə qədər növü dediniz? 16, 18, 31, 33. Bəli. Sonra neçə dediniz? 45, 48, 45, bəli. 48, 58, bir də 61. Onu da əlavə etmiş olduq. Bunların hər bir uşaqlıq boynunda xərçəng törədir. Hər biri uşaqlıq boynunda xərçəng törədə bilir. Faiz ehtimalı fərqlidir. Məsələn, 16, 18-in yaratma faizi 71-dir. Daha güclüdür. Daha güclüdür. Digər 30% hallarda isə sadaladığımız digər tipləri. Bəs peyvənd vurularsa deyək ki, bunun qorunması 100%-də neçə 60-70% dəyəri nə qədər ölçülür? Bəli, çünki biz 100% qoruyur deyə bilmirik. 100% qorumur. Hər tipinə qarşı fərqli qoruyur. Peyvəndin hər tipinə qarşı fərqli qoruyuculuğu var. Məsələn, 16-18-ə qarşı qoruyuculuğu yenə də deyirəm daha çoxdur. 6-11-ə qarşı qoruyuculuğu. Çünki bilirik ki, o peyvəndin tərkibində yalnız yüksək riskli tiplərinə qarşı deyil, həm də 6-11 genital ziyillərin yaranmasının qarşısını alan, belə deyək də, tiplərinə qarşı da peyvəndlənmə aparılır. Hətta bu peyvəndləmə doğru düzgün aparılmış ölkələrdə artıq genital ziyil nədir bilmirlər. Yoxdur. Çünki 100% qarşısını alan bir, belə deyək, peyvənddir. Amma bizdə hələ də genital ziyillərimiz var. Çünki doğru düzgün vurulmur. Və 6-11 ziyilləri yaradır. Yəni, amma digər tiplərinə qarşı faiz qoruyuculuğu təbii ki, fərqlidir. Biz onun müəyyən növlərini dedik ki, 16-18 saydıq, neçə növ? 9 növ oldu. Qardasil 9 nəyə görə 9-dur? 9 növünə qarşı. Peyvəndlərin ümumiyyətlə 3 növ var. Cervarix 2 tipinə qarşı qoruyan, Qardasil 4 və Qardasil 9. Bugünkü gündə dünyada daha çox istifadə olunan Qardasil 9-dur. Və hətta Çin istehsalı olanlar da bugünkü gündə satışda var. Amma daha çox istifadə olunan Qardasil 9-dur. Həm 9 növünə qarşı qoruduğu üçün yalnız 9-a qarşı qorumur. Qeyd edim ki, digər növlərinə qarşı da cüzi miqdarda qoruyucu təsiri var. Amma əsas qoruyuculuğu 9 tipinə qarşıdır. Məsəl üçün, bir məntiq yürüdək də, məntiqsiz gəlməsin sual. Çünki bu düşüncəyə sahib insanlar da var da. Düşünər ki, madəm 16-18 uşaqlıq boyunda xərçəng yaradır, mən kişiyəm. Mən onu niyə vurum ki? O peyvəndi niyə özümə istifadə? Xeyr. Yox, verə bilər də bu sual. İndi onun ən ağıllı cavabını istəyirəm. Siz yenə də insanların dilindən o sualı verirsiniz ki, əgər 16-18 uşaqlı boynu xərçəngi yaradırsa və mən elə qadınam, qadına vurulsun, kişidir, mən niyə görə onu vurum? Yenidən yoluxmalar olur. İkinci, kişinin özünün qeyd elədiyim kimi həm genital ziyillərdən, həm xərçəng prosesindən qoruyur. Bu ikinci. Üçüncü bir hissəsində qeyd edim ki, cross protection deyilən bir anlayış var. Yəni, əks cinsində qorunması. Və o peyvəndlər kişilərə olunduğu halda aparılmış bütün dünya datalarına, statistikalarına baxsaq, qadında eyni anda vurulursa 70%-in üzərində daha gözəl effekt alınır. Yəni, bəli, çox böyük bir rəqəmdir. Yəni, bu elə belə deyilmiş bir rəqəm deyil. Yəni, bir ailədə yoluxma varsa, çünki kişilərin bəzilərində qeyd elədiyiniz kimi cinsiyyət orqanları fərqli olduğu üçün bəzən daşıyıcı olurlar və immun sistemin daha fərqli olduğu üçün onlarda analiz verdikləri halda çıxmaya bilir bəzən, yoluxdurur, daha sonra özü, məsələn, immun sistemi tərəfindən atılır orqanizmdə. Amma kişilər də peyvəndləndiyi halda qadınlarda, yəni o xəstəliyin törənməsi 70% yəni daha çox qarşı salınır, belə deyək. Doktor, bunun hər hansı bir yan etkisi varmı bu peyvəndin? Çünki biz peyvənd, xərçəngdən qorxduğumuz qədər peyvəndlərdən də qorxuruq. Hansı yaşda olursa olaq? Son dönəmlər xüsusilə qorxuruq və çox gəlir bu suallar. Elə mən bu sualı sizdən gözləyirdim də. Ümumiyyətlə, son bizim yaşadığımız COVID infeksiyasından sonra xüsusi bir peyvəndlərə qarşı bir fərqli bir düşüncə yaranıb. Bəlkə də ki, öncələr bu qədər deyildi. Eyni də Qardasil peyvəndinə qarşı bu düşüncələr var. Əks göstərişi olmayan, hətta yerli reaksiyasında çox az rast gəlinən bir peyvənddən söhbət gedir. Çünki qeyd elədiyim kimi DNK-sı olmayan bir aktiv virus yerləşdirmirik biz. Əks göstərir və soruşulan ən çox suallar, qızdırma verirmi, ürəkbulanma verirmi, halsızlıq verirmi? Vermir. Daha sonra soruşulan ən çox suallar, əgər biz 9-14 yaşında olan qızlara deyiriksə, bu adət başlamayıbsa, adət olmama durumu varmı?
olarmı? Xeyir, yoxdur. Təsir eləyə İkinci, bilərmi? təsir eləyə bilərmi? Sonra soruşduqları bir ən çox deyilən sual, deyirlər ki, sonsuzluq yaradır. Yəni, bunu da deyirlərlə deyil də, ümumiyyətlə tibbdə deyirlərlə olmur heç nə. Araşdırmalar aparılır. Bir ilac əgər satışa buraxılırsa və istifadə bu dərəcədə kütləvi olunursa və bayaq da qeyd elədiyim kimi, çox böyük dövlətlər onu dövlət proqramında ödənişsiz edirsə, yəni bu araşdırmalar əsasında aparılır. Necə aparılır? O verillərin rezervləri yoxlanılır, qanda AMH dəyərləri yoxlanılır, virusdan peyvənddən öncə və peyvənddən sonra aparılan analizlər göstərir ki, AMH dəyərlərində bir fərqlilik olmur. Yəni, antimüller hormonumuz bizim normal olur, yumurtalıq rezervini göstərən belə deyək. Həm qanda, həm ultrason müayinəsində. Yəni, bu təcrübə elə belə bizim dilimizdən deyil. Yəni, özləri də araşdıra bilərlər. İnternetdə çox böyük məqalələr var bunun haqqında. Kohort, yəni deyim, araşdırmaları olub ki, hansı ki, onlar təsdiqləyir ki, sonsuzluq yaratmır və yaxud da ki, erkən menopoza girə bilirikmi? Eyni sualınıza cavab verim ki, xeyr, girə bilmirsiniz. Peyvənddə xərçəng yaradır. Yəni, bu ümumiyyətlə soruşulmayan bir sualdır. Bir şey ki, xərçəng yaradan virusa qarşı edirik. Hətta bu suallarla da rastlaşdığımız durumlar olur. Doktor, əgər digər orqanın hər hansısa bir onkoloji problemi varsa, bu peyvəndlər göstərişi yoxdur. Hamiləlik zamanı necə istifadə eləyə bilərikmi? Olmaz. Çünki ən çox soruşulan suallar da budur. Çünki hamiləlik zamanı peyvəndlənmə ümumiyyətlə əks göstərişdir. Yəni, əlavə bir ilacların fizioloji bir hal olduğu üçün bir də ən çox soruşulan suallar. Xanımlarımız olur ki, peyvəndin ilk dozası olunur və ya ikinci dozası olunur. İkinci ilə üçüncü arasında hamiləlik baş verir və bu istəkli hamiləlik olur. O da var. Siz nələri düşünürsünüz? Onu saxlamaq istəyirlər. O halda üçüncü dozu vurmuruq. Effektini itirir onda? Xeyr, itirmir, ona gələcəm. Ondan sonra çox təəssüf olsun ki, buradan xüsusi hamilələrimizə və bu peyvəndi yarımçıq qoyan qızlarımıza səslənirəm ki, sonradan gedib təzdən 0-dan 3 dozanızı vurdurmayın. Doktor, axı bunu ginekoloqlar burada belə bu studiyada bunu deyiblər. Mənim dilimdən eşidirsiniz. Yəni, bu təsdiqlənmiş elmi bir durumdur. Mübahisə yaradacaq bu mövzuda, yaradın, arxasındayam. Çünki həqiqətən deyildi, cümlə-cümlə xatırlayıram. Qeyd eləyəcəm mən onu sizə qeyd eləyəcəm. Yarımçıq qoymaq olmaz, çünki sonradan yenidən başlanılır. Yox, qətiyyən. HPV qarşı peyvəndlərdə hal-hazırda bütün dünyada gedən bir sual var bugünkü gündə. Biz sizə yenilikləri deyirik. Çünki bu iş üzrə həqiqətən çox daha maraqlıdır onkolog olaraq. Hətta 14-15 yaşa qədər bir dozla mı kifayətlənək, 2 dozla mı kifayətlənək və yaxud da ki 15 yaş üzəri 3 dozla mı kifayətlənək, 2 doz. Çox böyük immunogenik bir təsiri olan bir peyvənddən gedirik və hətta o araşdırmalar aparılır və təsdiqlənəcək də yüksək ehtimal ki, bir doz və titrlara baxırlar. Bir dozla 2 doz arasında demək olar ki, immun titrlarda 6% fərq var. Bu da yenə də deyirəm, mənim dediyim rəqəmlər deyil, elmi araşdırmaların dediyi rəqəmlərdir. Yəni 6%-ə görə 2 doza gedəkmi, yoxsa 1 dozla mı bitirəkmi? Bax, bu dəqiqə gündəmdə olan suallar budur və hamiləlikdən sonra o 2 dozu vurulubsa, bir də hətta soruşurlar, təkrar neçə ildən sonra, 10 ildən, 15 ildən sonra təkrarlayaqmı bunu? Xeyr, ehtiyac yoxdur, ömrün sonuna qədər immunitet yaradır. Neçə il qoruyur məni? Ömrünüzün sonuna qədər. Ömrümüzün sonu. Bir dəfəyə istifadə etmək. Bir dəfə normal dozunuzu vurursanız. Doktor, uğurlar arzu eləyirəm. Minnətdaram, çox maraqlı idi. Həqiqətən də bugün çox böyük yeniliklər əldə etmiş olduq sayənizdə. Sizə də işlərinizdə uğurlar arzu eləyirəm. Buradan bir daha səslənmək istəyirəm. Peyvəndlənmək mütləqdir, vacibdir. Hətta deyərdim, bundan qorxmaq, çəkinmək lazım deyil. O qorxunu aradan kim qaldıra bilər? Yalnız anamnez sırasında bizimlə bərabər söhbət edib, bizim hal əhvalımızı öyrənən, var olan şikayətləri ortaya çıxaran həkimimiz, onkoloq, onkoginekoloq Könül Mərdanova. Təşəkkür edirəm bir daha. Mən sizə təşəkkür edirəm. Bir daha xatırladım, Milli Onkologiya Mərkəzi şiş-yönü xəstəliklərinin müayinəsi, müalicəsi, diaqnostikası şöbəsində fəaliyyətini davam etdirir. Xanımlar, vaxtında, zamanında ümumiyyətlə ginekoloji şikayət nə olursa olsun, onkoloq yanına getsək, onkoginekoloq yanına getsək, onu hüceyrə səviyyəsində yoxlasaq, mən düşünürəm ki, elə özümüzü ömrümüzün sonuna qədər bilgimizlə, savadımızla peyvəndləmiş ola bilərik. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq.